If God says that he has the right to punish us, Əgər Allah deyirsə ki, onun bizi cəzalandırmaq haqqı var, o zaman Allah üçün vacib olur ki, ən azı yolu işıqlandırsın, bizə əl uzatsın, bizə xilas olmaq üçün bir ip təqdim etsin. Bəs Allahın ipi haradadır? Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Thank you all for joining us here tonight. Bu gecə burada bizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm. So special tonight is the presence of all of these pure brothers and sisters Və bu yeri bu gecə bu qədər xüsusi edən dünyanın hər yerindən buraya, Birləşmiş Krallığa qədər gələn bütün bu pak qardaşların və bacıların iştirakıdır. here tonight that are here Bu gecə burada demək olar ki, planetin hər qitəsindən insanlar var of God, the religion və onlar Allahın dini, Allahın hakimiyyəti haqqında eşitmək, öyrənmək üçün buradadırlar. Allah hər birinizi qorusun. Təşəkkür edirəm. today is the first. Beləliklə, bu gün mühazirələr silsiləsinin ilk mühazirəsidir. It's a new series that we're going to be recording and we're going to be Bu yeni bir seriyadır ki, biz onu buradakı insanlar üçün və dünyanın hər tərəfindən evdən izləyəcək insanlar üçün qeydə alacağıq və təqdim edəcəyik. explain our religion in the clearest way and manner possible. And today Bu seriyada biz dinimizi mümkün olan ən aydın şəkildə izah etməyə çalışacağıq. and our religion Və bugünkü mühazirə, birinci mühazirə bizim dinimiz adlanır. on the planet. Və bizim dinimiz bu planetdəki ən xüsusi, ən yaxşı dindir. A living Onun belə olmasının səbəbi odur ki, bu diri dindir. religion. Bu ölü din deyil. There are so many religions that exist on the Planetin üzərində çoxlu dinlər mövcuddur. but the majority Amma onların əksəriyyəti ölü dinlərdir, canlı olmayanlar. Və mən ölü din dedikdə onların izləyiciləri, təqibçiləri və ya inananları olmadığı mənasında demirəm. they don't have followers or practitioners or adherents that believe in the religion. That's usually what they mean when they say Adətən insanlar ölü din dedikdə bunu nəzərdə tuturlar. living religion. Və mən canlı din dedikdə sadəcə olaraq inananları olan bir din nəzərdə tutmuram. Rather, I mean Əksinə, that it is a mən bunu belə nəzərdə tuturam ki, din canlıdır. faith. Çünki onun başçısı, yəni dinin rəhbəri, cəmaatın başçısı hələ də sağdır. Congregation. And this is in contrast with so many, the majority of the rest of the religions on the planet that Və bu actually planetdəki digər çoxsaylı dinlərlə müqayisədə fərqlidir. have dead. Onların əksəriyyətinin rəhbəri artıq ölüdür They are və buna görə də bizim nəzərimizdə onlar ölü dinlərdir. so today Beləliklə, bu gün göstərəcəyik ki, biz doğru yoldayıq. How many religions are there in the world? Anybody know? Dünyada neçə din mövcuddur? Kimsə bilir? Husam, Thousands? minlərlə. Any other guess? Başqa təxmin? Bushra? Buşra, More than 4 mindən 4,000? çox. Maryam? Məryəm, Well, the answer is that really no one knows exactly. cavab odur ki, əslində heç kim dəqiq bilmir. Allah subhanahu wa Heç ta'ala kim. and his messenger Yalnız Allah və onun rəsulu bilir ki, actual religions tarixin istənilən anında əslində neçə din mövcuddur. And the reason is because there are constantly new religions. Çünki daim yeni dinlər yaranır və bəzi dinlər də yoxa çıxır. There are estimates that approximately Təxminlərə görə müxtəlif zamanlarda təqribən 4000-dən 10.000-ə qədər müxtəlif dinlər mövcuddur. 77 Dünyanın əhalisinin 77% aşağıdakı 4 dindən birinə inanır. religions. Do you know? Bilirsinizmi? Xristianlıq, İslam, Hinduizm və Buddizm. Dünyanın 16%-yə ateist kimi özünü göstərənlərdir
of the world identifies Yəni Allahın mövcudluğunu inkar edən, inanmayan biri. somebody who denies Ya da agnostik kimi. Yəni bilmirəm Allah var ya yox deyən və ya sadəcə bu mövzu ilə maraqlanmayan insanlardır. or they're simply not interested. Onlar qeyri-dini şəxslərdir. And all of the other thousands of religions, they exist Və dünyanın digər minlərlə dini mövcuddur. Və bunlar dünyanın əhalisinin qalan 7%-nə düşür. Take a moment to think about these numbers. Now, there are estimates of there being up to Möhtəşəm deyilmi? 40,000 Bu rəqəmlər haqqında bir anlıq düşünün. Hazırda hesablamalara görə yalnız xristianlıqda təxminən 45 min fərqli məzhəb mövcuddur. Bu o deməkdir ki, xristianlığa tabe olan milyardlarla insan əslində birləşmiş deyil. Onlar 45 min firqəyə parçalanıblar. Hər biri də iddia edir ki, haqq onlarladır. claiming to know what Jesus really meant when he spoke the words that were preserved. İsa'nın İncillərdə qorunmuş sözləri ilə nə demək istədiyini əslində onlar bilirlər. Hər biri də iddia edir ki, yalnız onların təriqətinin üzvü olmaqla xilas tapmaq mümkündür. There are 70 plus different denominations in Islam. İslamda 70-dən çox müxtəlif təriqət mövcuddur. 300 Buddizmdə 300-dən çox müxtəlif təriqət var. And there are dozens of different denominations in Hinduism. And Hinduizmdə isə onlarla müxtəlif təriqət və saysız hesabsız müxtəlif tanrılar mövcuddur. Prophet Muhammad sallallahu aleyhi ve said, Muhammed Peyğəmbər sallallahu aleyhi və alih buyurub ki, Yahudilər 71 firqəyə parçalandılar. and Onlardan biri cənnətdə olacaq. fire. 70-i isə cəhənnəmdə. Split into Xristianlar 72 firqəyə parçalandılar. the time of the Prophet Muhammad Bu Muhammed Peyğəmbərin sallallahu aleyhi və alih dövründə deyilib. be in hell and one only will be in paradise. Onlardan 71-i cəhənnəmdə olacaq. Prophet Muhammad Yalnız biri cənnətdə. he says, And olsun. Muhammed Peyğəmbər and içir. O buyurdu, and olsun Muhammedin canı onun əlində olan kəsə. Mənim ümmətim də 73 firqəyə parçalanacaq. Onlardan biri cənnətdə olacaq. 72-si isə cəhənnəmdə. Soruşuldu, ey Allahın rəsulu, onlar kimdir? O buyurdu, əsas ümmət. And it's very important because it's tying salvation not only İndi bu rəvayət çox mühümdür. of a particular Ona görə ki, xilas olmağı yalnız müəyyən bir dinin üzvlüyünə bağlamır, with many həm də müəyyən bir firqənin üzvlüyünə və ona itaətə bağlayır. and rather the prophet is making it very clear Və Peyğəmbər açıq şəkildə bildirir ki, bütün müsəlmanlar, bütün xristianlar və ya hər hansı bir dinin bütün ardıcıllarının hamısı cənnətə girəcək deyə bir şey yoxdur. you actually İnsan sadəcə olaraq düzgün din seçməli deyil, right, but you eyni zamanda düzgün firqəni də seçməlidir. and it is impossible to study all religions. Və bütün dinləri və firqələri öyrənmək isə qeyri-mümkündür. Anybody who goes to university Və bu səbəbdən, məsələn, universitetə gedən və müqayisəli dinlər üzrə ixtisas seçən və ya seminarlara gedərək müəyyən bir dini öyrənən hər kəs yalnız bir sahə üzrə ixtisaslaşa bilər. major in one Onlar, məsələn, yalnız yeni dövr dinləri üzrə və ya şərq dinləri, or in Eastern religions Hinduizm, Buddizm və ya Konfusitçilik üzrə ixtisaslaşa bilərlər or they və ya qərb dinləri üzrə ixtisaslaşa bilərlər. Qərb dinləri dedikdə isə 3 əsas dini nəzərdə tuturlar. Yahudilik, Xristianlıq və İslam. and they usually specialize in one or the other. They either specialize in Christianity, in the history of Christianity, in the Bible, or they specialize Və onlar adətən yalnız birini seçərək ixtisaslaşırlar. Ya Xristianlıqda, Xristianlığın tarixində, İncildə, ya Yahudilikdə, ya da İslamşünaslıqda. for that. Amma heç kim bütün dinlər üzrə ixtisaslaşa bilmir. Take them. Çünki bir insan ömrü bunun üçün kifayət etməz. Roads there. O halda hansı yolu seçəcəksən? Image Burada 16 yol var. tens of thousands. Amma həqiqətdə təsəvvür edin, 10 minlərlə seçim, 10 minlərlə din və hər dinin daxilində 10 minlərlə təriqət. Hansı firqəni seçəcəksən?
Hansı yolu seçəcəksən? Budur çıxılmaz vəziyyət. That's the dilemma. And this is the problem that caused the great companion Al-Mufaddal ibn Umar. Və bu problem elə bir problemdir ki, böyük səhabə Müfəzzəl ibn Öməri ağladıb, ürəkdən ağladıb. O, İmam Sadiqin əleyhissalam huzurunda oturarkən rəvayətdə deyilir, bunu eşitdikdə ağlamağa başladım. İmam buyurdu, ey Əbu Abdillah, niyə ağlayırsan? Müfəzzəl cavab verdi, ağa, necə ağlamayım ki, buyurursunuz 12 bayraq, 12 şüar, 12 firqə və ya 12 dəvətçi ortaya çıxacaq və hamısı da bir-birinə bənzəyəcək. Belə olan halda bu qədər seçim içində biz haqqın bayrağını necə tanıyaq? With all these choices, and he's just talking about 12 choices. Və o sadəcə 12 seçimdən danışır. İmam buyurdu, ey Əbu Abdillah, bu günəşi görürsənmi? Mən dedim, bəli. İmam buyurdu, Allaha and olsun, bizim işimiz bu günəşdən də aydındır. So finding the truth and finding the true path should actually Beləliklə, haqqı və doğru yolu tapmaq əslində asan olmalıdır. how can we gather between İmam Sadiq əleyhissalam da bunu buyurur. all of these different sects, religions, choices? Bəs bu iki şeyi, yəni bütün bu müxtəlif firqələrin, dinlərin, seçimlərin mövcudluğunu İmam Cəfəri Sadiqin əslində bunun heç də çətin seçim olmadığını deməsi ilə necə uzlaşdıra bilərik? Biz bu çaşqınlıq okeanında boğularkən xilas ipini haradan tapa bilərik? God's role. Allahın ipini. If God exists and Əgər Allah mövcuddursa və o yaxşıdırsa, əgər Allahın mövcud olduğunu və onun yaxşı olduğunu fərz etsək, onda o öz məxluqatını çaşqınlıq dənizində boğulmağa qoymaz. of confusion, neither giving us a long enough Bizə bütün mümkün yolları araşdırmaq üçün kifayət qədər uzun ömür verər və bizi xilas etmək üçün bir ip uzadar. Do you agree with this statement? Bu ifadə ilə razısınızmı? God says that he has the right to punish us. Əgər Allah deyirsə ki, onun bizi cəzalandırmaq haqqı var, o zaman Allah üçün vacib olur ki, ən azı yolu işıqlandırsın, bizə əl uzatsın, bizə xilas olmaq üçün bir ip təqdim etsin. So where is God? Bəs Allahın ipi haradadır? Imam Zayn al-Abidin, the fourth imam, had said, İmam Zeynəl-Abidin, 4-cü imam buyurur, bir gün Peyğəmbər sallallahu aleyhi və aleyh məsciddə səhabələri ilə oturmuşdu. O buyurdu, bu qapıdan yanınıza bir kişi gələcək, o cənnət əhlindən olacaq. Peyğəmbərin sözləri belə idi. Bir gün səhabələri ilə oturmuşdu və qapıya işarə edib dedi ki, indi bu qapıdan bir kişi gələcək və o həqiqətən də cənnət əhlindən olacaq. then a tall man came in. Sonra uzunboylu bir kişi içəri girdi, irəlilədi. Peyğəmbəri sallallahu aleyhi və aleyh salamladı və oturdu. O dedi, ya Rəsulullah, mən eşitmişəm ki, Allah kitabında buyurur, وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. And hold fast. yəni hamınız Allahın ipinə möhkəm sarılın və ayrılığa düşməyin. Bəs Allahın bizə möhkəm sarılmağı və ondan ayrılmamağı əmr etdiyi bu ip nədir? Peyğəmbər biraz düşündü. Beləliklə, kişi Peyğəmbərə Qurandakı ipdən bəhs edən bu ayə barədə sual verir. Deyir, ey Allahın nəbisi, bu ip nədir? Peyğəmbər bir an düşündü, sonra başını qaldırdı və əli ilə Əli ibn Əbu Talibə əleyhissalam işarə edib dedi, bu Allahın ipidir. Kim ona sarılsa, dünyada da, axirətdə də nicat tapacaq. Muhammed və Ali Muhammedə salavat göndərin. The man jumped and Həmin adam qalxdı və İmam Əli ibn Əbu Talibi əleyhissalam qucaqladı. he said, Dedi, mən Allahın ipinə
və onun rəsulunun ipinə sarıldım. Elhamdülillah. Sonra çıxdı. Səhabələrdən başqa biri qalxıb dedi: "Ya Rəsulullah, indi mən onun ardınca gedim və ondan istəyim ki, Allahdan mənim üçün bağışlanma diləsin." Peyğəmbər sallallahu əleyhi və aleyh dedi: "Get və onu tap." O, onun arxasınca getdi və onun üçün Allahdan bağışlanma diləməsini istədi. Həmin adam ona dedi: "Sən Peyğəmbərin mənə dediklərini və mənim ona dediklərimi anladınmı?" Dedi: "Bəli, anladım." O dedi: "Əgər sən o ipə sarılsan, Allah səni bağışlayacaq. Əks halda səni bağışlamayacaq. Əgər sən çaşqınlıq dənizində olsan və aşağı ip endirilsə, ona yapışsan, xilas olacaqsan. Əgər imtina etsən, boğulacaqsan." Beləliklə, Muhammed Peyğəmbərin sallallahu əleyhi və aleyh sözlərinə görə Allah bizə ip atır və hər dövrdə yaratdıqlarını xilas etmək istəyir. İndi onun məxluqatını xilas etmə metodu tam aydın olur. Allah insanları xilas edir və onlar üçün doğru yolu bir kişinin varlığı ilə işıqlandırır. Muhammed Peyğəmbərin sallallahu əleyhi və aleyh dövründə o kişi möminlərin əmiri, Peyğəmbərin canişini və xəlifəsi Əli ibn Əbu Talib idi. Başqa bir rəvayətdə deyilir ki, Həsən ibn Ziyad deyir: "Mən Əbu Əbdullahın əleyhissalam belə dediyini eşitdim. Yer heç vaxt ilahi bir höccətdən məhrum ola bilməz. Çünki yer sistemi o olmadan işləyə bilməz və insanlar ilahi höccət olmadan islah ola bilməz." Beləliklə, hər dövrdə Allah tərəfindən təyin olunmuş xəlifə, imam olmalıdır. Hər dövrdə Allahın ipi, rəhbər işıq, həqiqət bayrağı olmalıdır. O olmadan heç kim hidayət ola bilməz. Elə insanlar var ki, deyirlər: "Əgər biz yalnız Qurana sarılsaq, hidayət olacağıq." İmam Sadiq əleyhissalam isə deyir ki, bu mümkün deyil. Siz yalnız bir insan vasitəsilə hidayət oluna bilərsiniz. Və buna görədir ki, Muhammed Peyğəmbər sallallahu əleyhi və aleyh buyurub: "Kim öz dövrünün imamını tanımadan ölsə, cahiliyyət ölümü ilə ölmüş olar." Bu çox dərin bir rəvayətdir və biz bunun haqqında çox danışmışıq. Çünki bu, əsasən belə deməkdir ki, əgər sən imamını tanımırsansa, onda sən haqq yolunda deyilsən və bu, o deməkdir ki, sən cəhənnəmə gedəcəksən. İndi biz Muhammed Peyğəmbərin sallallahu əleyhi və aleyh və onun yaxın səhabələrinin, ailəsinin hansı yolu, hansı dini, hansı hidayət mənbəyini haqq bildiklərini öyrəndik. Bəs biz necə bilək ki, bu həqiqətən belədir? Necə bilək ki, Muhammed Peyğəmbər nə dediyini bilirdi? Necə bilək ki, haqq başqa bir yolda deyil? Buradakı insanların çoxu başqa dinlərdən gəliblər. Bugün burada olanların bəziləri əvvəllər Hindu, bəziləri ateist, bəziləri isə xristiyan olublar. Bugün burada çoxlu keçmiş xristiyan var. Bəziləri əvvəllər Yahudi olub, bəziləri Sünni olub. Bəs necə bilək ki, bu yol İsa'nın, Musanın və Peyğəmbərlərin həqiqi din yoludur? İncilin bir ayəsində İsa cavab verir və deyir: "Mən yolam, həqiqətəm və həyatam. Atanın yanına yalnız mənim vasitəmlə gələ bilərsiniz." İndi əgər bir xristiyana sual versən, o sənə deyəcək ki, bu ayə mütləq sübutdur ki, sənə heç kim lazım deyil. Nə höccətə, nə imama, nə də gələcəkdə gələn başqa bir peyğəmbərə ehtiyac yoxdur. Sənin tək ehtiyacın İsa Məsihdir. Amma bu, İsa'nın İncilin sonraki bölümlərində dedikləri ilə ziddiyyət təşkil edir. Çünki İsa deyir: "Mən dünyada olduğum müddətdə." Biz bu ifadəni 1000 dəfə vurğulamalıyıq. Mən dünyada olduğum müddətdə bu dünyanın nuruyam.
Deməli, İsa özünün yol, nur və nicat mənbəyi olmasını şərtə bağlayır. O deyir ki, o yalnız sağ ikən, dünyada ikən, insanlara suallara cavab verə bildiyi, onları doğru yola yönləndirə bildiyi, müharibələri dayandıra bildiyi, insanların qarşısında durub onlara sübut təqdim edə bildiyi müddətdə xilas mənbəyidir. Amma o artıq burada olmayanda başqa bir nur olmalıdır. Çünki o deyir ki, o yalnız burada olduğu müddətdə nurdur. Bəs o olmayanda nur kimdir? Another place in the Bible it says in the New Testament, and I tell you that you are. İncilin başqa bir yerində, Yeni Əhdə deyilir. Mən sənə deyirəm ki, sən Petersən və bu qaya üzərində mən kilsəmi quracağam. Cəhənnəmin qapıları ona qalib gələ bilməyəcək. Mən sənə səma səltənətinin açarlarını verəcəyəm. Yer üzündə bağladığın hər şey göydə də bağlı olacaq. Yer üzündə açdığın hər şey göydə də açılacaq. Budur, xanımlar və cənablar, qardaşlar və bacılar, İsa'nın öz cavabı. O deyir ki, məndən sonra nur Simon Peter olacaq. Mən kilsəmi onun üzərində quracağam. Həqiqi firqəmi, həqiqi məzhəbimi onun üzərində inşa edəcəyəm. Xristianlığın o 72 firqəsindən qurtuluş tapacaq məhz bu firqə olacaq. Cəhənnəm ona qalib gələ bilməyəcək. Yəni, cəhənnəm qapıları ona üstün gələ bilməyəcək. Bəs hidayət olunmuş firqə kimlərdir? Xristianlığın hidayət olunmuş firqəsi o kəslər idi ki, onlar İsa'nın ardından Simon Peterə tabe oldular və onu İsa'nın canişini, papa kimi qəbul etdilər. Deməli, İsa öz zamanında nur idi. Necə ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh öz zamanında nur idi. İsa Simon Peteri təyin etdi. Necə ki, Muhammed Əli ibn Əbi Talibi təyin etdi. Bəs Musa necə? Tanaqda deyilir, Rəbb Musaya dedi, Nun oğlu Yuşanı götür. Onda rəhbərlik ruhu var. Onun üstünə əlini qoy. Onu keşiş Elazarın və bütün icmanın qarşısına çıxart və onun üzərinə vəzifə qoy. Öz ixtiyarının bir qismini ona ver ki, bütün İsrail icması ona itaət etsin. Əslində bu, Allahın Musaya əmridir ki, öz zamanında Nun oğlu Yuşanı cəmaatın gözü qarşısında açıq-aşkar canişin təyin etsin. Yeşua kitabında deyilir, Rəbbin qulu Musa öldükdən sonra Rəbb Nun oğlu Yuşaya, Musanın xidmətçisinə dedi, mənim qulum Musa öldü. İndi isə sən və bütün bu xalq qalxın, İordan çayını keçin. Mənim onlara, İsrail oğullarına verəcəyim diyara gedin. Mən sizə Musaya vəd etdiyim kimi, ayağınızın basdığı hər yeri verəcəyəm. Your territory will extend from the desert to Lebanon and from the great river, the Euphrates. Sizin sərhədləriniz səhradan Livana qədər, Böyük Fərat çayından bütün Hittilər ölkəsinə qədər və qərbdə Böyük dənizə qədər uzanacaq. As I was with Moses, so I will be with. Ömrün boyu heç kim sənə qarşı dura bilməyəcək. Mən Musa ilə olduğum kimi səninlə də olacağam. Allah İsrail oğullarına vəd edir ki, Musa ölüb getdi deyə bu demək deyil ki, Allah da ölüb. God will never die. God will never cease to be present to guide. Allah heç vaxt ölməz. Allah heç vaxt öz seçilmiş xalqını hidayətsiz buraxmaz. Allah həmişə mövcud olacaq. After Moses, Joshua son of Nun, whom he's going to give. Və Musa öldükdən sonra yeni canişin təyin edəcək. Nun oğlu Yuşa. Allah Musaya verdiyi hər şeyi Yuşaya verəcək. Mən səninlə olacağam. Səni heç vaxt tərk etməyəcəyəm. Səni heç vaxt tənha qoymayacağam. Bu Allahın vədidir. Allah bizi heç vaxt tərk etməyəcək. Bizi heç vaxt unudub getməyəcək. Əslində Allahın nümayəndəsinin mövcud olmadığı ölü bir din deyə bir şey yoxdur. Cəsur və qüvvətli ol. Çünki sən bu xalqı mənim atalarına and içib vəd etdiyim diyara aparıb varis edəcəksən. And here we have these three images. If you look at the top left-hand corner, you see a beautiful painting. Və burada üç təsvir görürük.
Yuxarı sol küncdə Musanın əli ilə Nun oğlu Yuşanın təyin olunmasını göstərən gözəl bir rəsm var. Bu necə də xristian rəsminə oxşayır. Burada İsa Məsihin qarşısında diz çökən Simon Peter təyin olunur və İsa'dan göylərin və yerin açarlarını, ilahi vilayəti alır. Və Yahudi rəsmi ilə xristian rəsmi İslam rəsmindəki Qədirxum səhnəsinə necə də oxşayır. Aradakı Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh bütün müsəlman icmasının önündə öz canişini Əli ibn Əbi Talibi açıq şəkildə təyin edir. Deməli, burada ortaq bir mövzu, ortaq bir xətt, Peyğəmbərlərin həyatında təkrarlanan ortaq bir sünnə görürsünüz. Əgər siz İncili və ya Tövratı və ya Tanaxı oxusanız, görəcəksiniz ki, bu cür hadisələrlə doludur. İshak Peyğəmbər ölümündən əvvəl öz canişini Yaqubu təyin etdi. Yaqub kimi təyin etdi? O, Yusifi təyin etdi. Və burada da Samuel Davudu təyin edir. You have in the Quran the same concept being repeated over and over and over. Və Quranda da eyni anlayış dəfələrlə təkrar olunur. Burada yuxarıda Qalə Rabbuka lil mələikətu inni ca'ilun fil ardi xalifə. Və bir zaman Rəbbin mələklərə dedi: Mən yer üzündə bir xəlifə təyin edəcəyəm. Deməli, Allah yaradılışın əvvəlində Adəmi təyin etdi. And we have in Surah An-Naml and Solomon inherited everything. Biz Nəml surəsində görürük. Süleyman Davuddan hər şey miras aldı. Və burada Allahın adlarından biri də Malikil Mülk. Yəni mülkün sahibi. Əslində hökmdarların hökmdarı. Mülkiyyətin sahibi. Hökmdarlığı verən, yer üzünə yeganə rəhbər təyin etməyə ixtiyarı olan. Bəs bu gecə biz nə öyrəndik? Biz öyrəndik ki, Yahudilikdə, Xristianlıqda və İslamda hər zaman mövcud olmuş bir ortaq mövzu var idi. O da budur ki, Allah Subhanahu və Teala həmişə bir nümayəndəyə sahib olub. O nümayəndə Allahın ipidir, insanlara yol göstəricidir və insanların hökmdarıdır. Amma onlar həmişə yer üzünə fiziki olaraq hökmranlıq etmirlər. Niyə belədir? Əbu Xalid nəql edir ki, Əbu Abdillah əleyhissalam buyurdu: Uca Allah dini iki dövlət üzərində qərar verdi. Yaradılış aləmi yalnız iki dövlətdən birində mövcuddur. Adəmin dövləti və o Allahın dövlətidir və iblisin dövləti. Əgər Allah ictimai şəkildə ibadət olunmasını istəsəydi, bu Adəmin dövləti olardı. Əgər Allah gizli şəkildə ibadət olunmasını istəsəydi, bu iblisin dövləti olardı. Və Allahın gizli qalmasını istədiyini aşkar edən dindən çıxmış olar. Yəni, rəvayət əsasən bildirir ki, yaradılış aləmi yalnız iki dövlətdən birində mövcuddur. Ya Allahın nümayəndəsi hökmranlıq edir, ona güc və ixtiyar verilir və insanlar tərəfindən dəstəklənir, ya da başqası hökmranlıq edir və Allahın təyin etdiyindən başqa hökmranlıq edən hər kəs şeytan tərəfindən təyin olunmuş biridir. Now, this is a very famous scene in the Gospels. Və bu, İncilin yeni əhddəki çox məşhur bir səhnəsidir. Bu hadisə İsa Məsihin həyatının son saatlarında baş vermişdi. Bu, Yahuda İskariot tərəfindən xəyanətə uğradıqdan və məhkəməyə çıxarıldıqdan sonra baş verdi.
Burada biz ilahi şəkildə təyin olunmuş bir hökmdarın hekayəsini görürük. O, Yahudilərə vəd olunmuş Məsih idi. O, Allahın İsrailə və bütün dünyaya hökm etməsi üçün seçdiyi şəxs idi. Amma İsrail oğulları onu yalanladılar, inkar etdilər. Dedilər, biz səni tanımırıq, biz sənə inanmırıq. Fariseylər və din alimlərini isə oxuduqları bütün kitablar, əllərində olan bütün müqəddəs yazılar, peyğəmbərlərin sözlərini hər gün oxumaları və qorumaları onları xilas etməyə kifayət etmədi. Nəticədə onlar İsa'ya hökm oxudular. Və Ponti Pilat günahsız bir insanı məhkum etmək üzrə olduğunu anlayıb narahatlıq hiss edəndə, İsrail oğullarının, Ravvinlərin və Fariseylərin qarşısında durdu və onlara seçim təqdim etdi. It was a great example of democracy and the implementation. Bu hadisə Romanın İsraili işğal etdiyi dövrdə demokratiyanın və onun tətbiqinin əla bir nümunəsi idi. Pontius Pilate offers the people a chance to let one of two people go. Ponti Pilat xalqa 2 nəfərdən birini azad etmək şansı verdi. Ya İsa Məsihi azad etmək və onu məhkumluqdan xilas etmək, ya da Barabas adlı tanınmış qatil və cinayətkarı. He said, I will allow you guys the choice. One of them will walk free today. O dedi, mən sizə seçim verirəm. Onlardan biri bu gün azad ediləcək. Kimin azad olunmasını istəyirsiniz? Yaxşı çoban İsa Məsih, yoxsa xalqın seçimi Barabas? Və İsrail oğulları, fariseylər və Ravvinlər bir ağızdan qışqırmağa başladılar. Barabas, biz Barabası istəyirik. Onlar bir cinayətkarı seçdilər. Və bununla da İncilin özündə təsdiq olundu ki, əgər yer üzündə insanların çoxuna tabe olsanız, onlar sizi azdıracaqlar. Və insanların, hətta savadlıların, hətta din alimlərinin belə Allahın sizin üçün istədiyini seçmə gücü yoxdur. Hər dövrdə bir imam var və hər dövrdə bir Barabas var. Hər dövrdə biz seçim etmək məcburiyyətindəyik. Ya Adəmin dövlətində yaşamaq, ya da şeytanın dövlətində. Biz seçirik ki, mələk olaq, yoxsa şeytan. Çoxunuz bu şəkli tanıyırsınız. Onun nəyi təmsil etdiyini bilirsiniz. Və açıq-aşkar burada Adəmin minbərdə olmasını və mələkləri görürsünüz ki, onlar Adəmin qarşısında səzdə halındadırlar. Ona itaət edirlər, ona təslimdirlər. Bax, Allaha bu şəkildə ibadət olunur. Hədisi xatırlayın. Orada nə deyilirdi? Deyilirdi ki, Allaha nə vaxt açıq şəkildə ibadət olunmağını istəsəydi, bu Adəmin dövləti olardı. Bəs Adəmin zamanında, Adəmin dövlətində Allaha necə ibadət olunurdu? Ancaq mələklərin Adəmə səzdəsi vasitəsilə, bütün yaradılış Allahın ilahi xəlifəsinə, ilahi imamına, onun tərəfindən təyin olunmuş şəxsə boyun əymişdi. Və burada səzdədən imtina edən iblisi görürük. Beləcə, mələklər Adəmə səzdə edirlər. Lakin Barabasa səzdə etməkdən imtina edirlər. Şeytanlar isə Barabasa səzdə edirlər. Amma Adəmə səzdə etməkdən imtina edirlər. Buna görə də görürük ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh Allahın, Peyğəmbərlərin həqiqi dinini və yer üzündəki ilahi idarəçilik metodunu bərpa etmişdir. Və qardaşlarım və bacılarım, günorta günəşindən də aydın məsələ budur ki, dünyanın digər dinlərinin və məzhəblərinin əksəriyyətinin diri rəhbəri yoxdur. Onların hamısı ölü bir peyğəmbərə, məsələn, Muhammed Peyğəmbərə, yaxud ölü bir xilaskara, məsələn, İsa Məsihə inanır.
yaxud da diri peyğəmbəri, diri elçisi, diri təfsirçisi olmayan bir kitaba tabe olurlar. And inshallah in the coming lectures we're going to go over Və inşallah gələcək mühazirələrdə bir çox mühüm mövzuları müzakirə edəcəyik. and how O cümlədən vəsiyyəti və özlərini haqq kimi təqdim edən və diri imamlarının olduğunu iddia edən müxtəlif dinlər arasında fərqi necə ayırd etməyi öyrənəcəyik. and we have examples of these such as the Ahmadi sect. Bunun misalları arasında Mirzə Qulam Əhmədin xəlifəsi olduğunu iddia edən Əhmədiyyə firqəsi var. Həmçinin Muhammed Peyğəmbərin sallallahu əleyhi və ali xəlifəsinə tabe olduqlarını iddia edən İsmailiyyə firqəsi var. Bunlara qarşı bizim haqq olduğumuzu sübut edə bilmək metodumuz var. Dinlədiyiniz və bu qədər mehriban auditoriya olduğunuz üçün çox təşəkkür edirəm. Sizi çox sevirəm. Allah sizi qorusun.